Psixologiyada da, dində də, mental baxışda da biz bilirik ki, 7 yaşa qədər uşaq tam məhəbbət görə bilərsə, düzdür, bu hamımıza qismət olmur. Bəzi uşaqlar atadan, anadan yetim qalır, bəzi uşaqlar ümumiyyətlə çox problemli ailədə böyüyür. Bu, təbii ki, danışdıqca insan o ailələri təsəvvür eləyir deyə danışdığımız sözdən də insan bəzən xəcalət çəkir. Amma düsturu budur ki, 7 yaşa qədər verilən tam məhəbbət insanın, həmin uşağın venasına peyvənd kimi vurulur problemlərə qarşı. Qarşıda problem qaçılmaz axı. Görəcəyik biz bu problemləri. Bax, bizim o problemə dayanıqlı olmağımızın səbəbi 7 yaşa qədər götürdüyümüz limitsiz məhəbbətdir. O təlim deyil, onu öyrətmək olmaz, olar, olmaz, gələcəkdə olmayanda döz, bunu bu cür edək, onu o cür edək. Bunları uşaq başa düşmür. O sevgini hiss eləyir, reallıq onun üçün məhəbbətdir. Orijinal münasibətdir. Bax, o uşağa oturum eləyəndə gələcəkdə olmaz deyən kimi türbaş üstə. Amma yoxsa 7 yaşa qədər öyrətdikcə artıq bu yorğun böyüyüb uşaq. Uşaq artıq yorğundur. 7 yaşa qədər uşağa pulumuz yoxdur, ala bilmirik. Təbii ki, pulumuz olmur, ala bilmirik. Amma bunu uşağa oturub nəzəri izah etmək, uşaq yorğun böyüyür, qocalır, tez qocalır, ailənin yükünü tez götürür. Yaxşı olar ki, gücümüz çatarsa təbii ki, çox vaxt gücümüz çatmır. Bunu biz deyirik, axı insan şəxsi həyatımızda problemlər var. Bu baxımdan, amma gücümüz çatarsa, bəli, biz ona limitsiz məhəbbət verəndə, sabah o məhəbbət nədir? Arxayınlıq, güvən. Orada arxayınlıq var, orada güvən var. Orada beyin həmişə var bilir. Beyin əmindir ki, nemət sonsuzdur. Bax, bu sabahlarım çətinliklər olanda, ünsiyyətində, xəyanətlə mi qarşılaşır, nələrsə baş verir həyatında, söhbət təkcə maddi məsələlər deyil. Bax, orada onu diri saxlayan, onun 7 yaşa qədər götürdüyü məhəbbətdir, məhz məhəbbətdir. O arxayınlığı oradan götürür. Peyvənddir də, peyvənd. Arxayın olmaq lazımdır ki, 7 yaşa qədər götürdüyü isti münasibət, güvən, özünə güvən, arxayınlıq olduğuna görə bilir ki, bu da bitəcək.